Uşaq vaxtı çoxumuz xəstələnəndə analarımız bizə sarımsağı ya çiğ yedizdirərdi, ya da bal ilə qarışdırıb verərdilər. Bəzən hətta diş sarımsağı su ilə dərman kimi udurduq. Amma görəsən niyə? Sarımsaq min illərdir insanların həyatındadır. Qədim Misirdə piramidaları tikən fəhlələrə güclü qalmaları üçün sarımsaq verildiyi deyilir. Bu kiçik ağ tərəvəzin adı təkcə mətbəxdə yox, qədim tibbdə və müxtəlif dini mənbələrdə keçir. İnsanlar əsrlər boyu sarımsağı xüsusi gücə malik olduğuna inanır. Bəziləri sarımsağı təbii antibiotik adlandırır. Bəziləri isə onun qoxusuna görə ondan uzaq gəzir. Amma hər gün sarımsaq yesəniz, bədəninizdə həqiqətən nə baş verir? Gəlin bu mövzu haqqında ətraflı araşdırmaya qulaq asaq. Əvvəlcə onu qeyd edək ki, sarımsağın təsiri ilk gündən möcüzə yaratmır. O dərman deyil və bir gecəyə bütün problemləri həll etmir. Amma müntəzəm olaraq balanslı qidalanmanın bir hissəsi kimi istifadə edildikdə bədəndə maraqlı dəyişikliklər baş verə bilər. Sarımsağın ən məşhur xüsusiyyətlərindən biri immun sisteminə təsiri ilə bağlıdır. Kəsdiyiniz və ya əzdiyiniz zaman onun içində allisin adlı təbii maddə əmələ gəlir. Məhz sarımsağın kəskin qoxusunun əsas səbəbi də budur. Alimlər hesab edirlər ki, allisin bəzi bakteriya, göbələklər və digər mikroorqanizmlərə qarşı laboratoriya şəraitində təsir göstərə bilir. Məhz buna görə sarımsaq əsrlər boyu təbii antibiotik adlandırılır. Ancaq burada vacib bir məqam var. Sarımsaq həkimin yazdığı antibiotiki əvəz etmir və ciddi infeksiyaların müalicəsi üçün istifadə olunmamalıdır. Bəs gündəlik istifadə etdikdə immun sistemini necə dəstəkləyə bilər? Sarımsaq orqanizmin müdafiə sisteminin normal işlənməsinə kömək edən müxtəlif maddələr ehtiva edir. Bəzi tədqiqatlarda müntəzəm sarımsaq qəbul edən insanların soyuq dəyməyə daha az tutulduğu və ya xəstəliyi daha yüngül keçirdiyi müşahidə olunub. Amma bu nəticələr bütün insanlar üçün eyni deyil və araşdırmalar hələ də davam edir. İkinci mühüm təsir ürək və damar sistemində müşahidə olunur. Ürək xəstəlikləri dünyada ən çox ölümə səbəb olan problemlərdən biridir. Buna görə alimlər illərdir sarımsağın ürəyə təsirini araşdırırlar. Bəzi araşdırmalar göstərir ki, müntəzəm sarımsaq istifadəsi bəzi insanlarda təzyiqin bir qədər aşağı düşməsinə kömək edə bilər. Bundan başqa LDL adlandırılan pis xolesterin səviyyəsinin də müəyyən müsbət təsir göstərə biləcəyi bildirilir. Amma burada yenə vacib bir məqam var. Əgər siz yüksək təzyiq və ya xolesterin üçün dərman qəbul edirsinizsə, sarımsağa güvənərək müalicənizi dayandırmaq düzgün deyil. Sarımsaq yalnız sağlam həyat tərzinin bir hissəsi ola bilər. İndi isə çox adamın bilmədiyi başqa bir maraqlı fakta baxaq. Yaş artdıqca bədənimizdə sərbəst radikallar adlanan maddələr artır. Bu maddələr hüceyrələrə zərər verə və qocalma prosesini sürətləndirə bilər. Sarımsaq isə antioksidant maddələrlə zəngindir. Antioksidantlar hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Buna görə də alimlər hesab edirlər ki, tərəvəz və meyvələrlə zəngin qidalanmaq uzun müddətli sağlamlıq üçün vacibdir və sarımsaq bu qidalar arasında öz yerini tutur. Bəs sarımsaq bağırsaqlara necə təsir edir? Bəzi faydalı bağırsaq bakteriyaları sarımsağın tərkibində olan maddələrdən qida kimi istifadə edə bilir. Buna görə də sarımsaq bağırsaq mikrobasiyasının müxtəlifliyini dəstəkləyə bilər. Sağlam bağırsaq isə təkcə həzm üçün deyil, immun sistemi və ümumi sağlamlıq üçün də böyük əhəmiyyət daşıyır. Ancaq burada bir xəbərdarlıq da var. Hər gün çox miqdarda çiğ sarımsaq yemək bəzi insanlarda mədə yanması, köp, qarın ağrısı və həzm narahatlığını yarada bilər. Xüsusilə mədəsində xora və ya reflüks problemi olan insanlar ehtiyatlı olmalıdırlar. Deməli, hər şeydə olduğu kimi sarımsaqda da əsas məsələ miqdardır. Az miqdarda və düzgün istifadə faydalı ola bilər. Həddindən artıq istifadə isə əks nəticə verə bilər. İndi isə maraqlı bir suala cavab verək. Sarımsaq niyə bu qədər kəskin qoxuya malikdir? Bunun səbəbi yenə də asilin adlı maddədir. Maraqlıdır ki, sarımsaq bütöv halda olarkən bu maddə demək olar ki, əmələ gəlmir. Siz onu əzəndə və ya doğrayanda xüsusi fermentlər aktivləşir və allisin yaranır. Buna görə də mütəxəssislər sarımsağı doğradıqdan sonra təxminən 10 dəqiqə gözləyib bişirməyi tövsiyə edirlər. Bu daha çox allisinin əmələ gəlməsinə imkan verə bilər. Bəs çiğ sarımsaq daha faydalıdır, yoxsa bişmiş? Çiğ sarımsaqda allisinin miqdarı daha çox ola bilər. Ancaq yüksək temperaturda bu maddənin bir hissəsi azala bilir. Digər tərəfdən bişmiş sarımsaq mədə üçün bəzi insanlarda daha rahat həzm olunur. Yəni seçim insanın sağlamlığına və zövqünə görə dəyişə bilər. İndi isə çoxlarının bilmədiyi bir məqama keçək.
Sarımsaq qanın laxtalanmasına təsir göstərə bilən maddələr də ehtiva edir. Buna görə də qan durulaşdırıcı dərman qəbul edən insanlar və ya əməliyyata hazırlaşan şəxslərin sarımsağı çox miqdarda istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Bu səbəbdən təbii məhsullar nə qədər çox yesəm, bir o qədər yaxşıdır düşüncəsi doğru deyil. Bir başqa maraqlı fakt isə nəfəs qoxusu ilə bağlıdır. Demək olar ki, hamı bilir ki, sarımsaq yeyəndən sonra ağızdan qoxu gəlir. Amma bunun səbəbi yalnız ağızda qalan qida qalıqları deyil. Sarımsağın tərkibindəki bəzi kükürdlü maddələr qana keçir, daha sonra ağciyərlərə çatır və nəfəs aldıqda xaric olur. Məhz buna görə də dişləri fırçalasanız, belə qoxu bir müddət qala bilər. Qədim Yunanistanda bəzi idmançıların yarışlardan əvvəl sarımsaq yediyi qeyd olunur. Onlar bunun güc və dözümlülüyü artırdığına inanırdılar. Müasir elmdə bu barədə araşdırmalar aparılıb. Nəticələr tam eyni olmasa da, bəzi tədqiqatlar sarımsağın müəyyən hallarda fiziki yorğunluğun azalmasına kömək edə biləcəyini göstərib. Ancaq bunu möcüzəvi nəticə kimi qəbul etmək düzgün olmaz. Beləliklə, sarımsaq qədim dövrlərdən bu günə qədər insanların diqqətini cəlb etməyə davam edir. İndi isə ən vacib suallardan birinə cavab verək. Gündə nə qədər sarımsaq yemək olar? Sağlam insanların əksəriyyəti gündə təxminən bir diş sarımsaq kifayət hesab olunur. Bu miqdar həm qidalanmaya əlavə oluna bilər, həm də həddindən artıq istifadənin yaratdığı narahatlıqların qarşısını almağa kömək edə bilər. Əgər ilk dəfə müntəzəm sarımsaq yeməyə başlayırsınızsa, az miqdarda başlamaq daha məqsədə uyğundur. Çünki bəzi insanların mədəsi buna həssas ola bilər. Kimlər isə daha diqqətli olmalıdır. Mədə xorası, reflüks və ya tez-tez mədə yanması olan insanlar, qan durulaşdırıcı dərman qəbul edənlər, sarımsağa allergiyası olan şəxslər və yaxın günlərdə əməliyyat olunacaq insanlar. Bu hallarda həkim məsləhəti almaq vacibdir. Bəs sarımsaq ömrü uzadırmı? Bu sual hələ də dəqiq cavab yoxdur. Ancaq elmi bir şey göstərir ki, təkcə bir qida insanı sağlam saxlaya bilməz. Əgər siz siqaret çəkirsinizsə, hərəkətsiz həyat tərzi keçirsinizsə, kifayət qədər yatmırsınızsa və düzgün qidalanmırsınızsa, təkcə sarımsaq bunları kompensasiya edə bilməz. Amma balanslı qidalanmanın bir hissəsi kimi meyvə, tərəvəz, tam taxıllar və digər faydalı qidalarla birlikdə istifadə edildikdə, sarımsaq sağlam həyat tərzinə töhfə verə bilər. Deməli, hər gün sarımsaq yesəniz, bədəninizdə nə baş verir sualının cavabı budur. İmmun sisteminə dəstək ola bilər, ürək və damar sağlamlığına müsbət təsir göstərə bilər, bəzi insanlarda qan təzyiqi və xolesterin idarə olunmasına kömək edə bilər. Bağırsaq sağlamlığını dəstəkləyə bilər. Ancaq həddindən artıq istifadə edildikdə mədə narahatlığı, ağız qoxusu və bəzi insanlar üçün əlavə risklər yarada bilər. Yəni nəticə sadədir. Sarımsaq faydalı qidadır, amma möcüzə deyil. Sağlamlığın sirri tək bir məhsulda yox, ümumi həyat tərzində gizlənir. Əgər bu video sizin üçün faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videoda hansı qida haqqında danışmağımı istəyirsiniz? Fikirlərinizi şərhlərdə yazın. Bəlkə növbəti videomuz məhz sizin təklif etdiyiniz mövzu olacaq.